Koreya niyə iki ölkəyə bölünür? Gəlin addım-addım izah edək. Bir vaxtlar Koreya bir ölkə idi. Amma 1910-cu ildə Yaponiya Koreyanı işğal etdi və 35 il boyunca idarə etdi. İkinci Dünya müharibəsi bitəndə Sovet qoşunları şimaldan, Amerika Birləşmiş Ştatlarının qoşunları isə cənubdan Koreya daxil oldu. İlk başda Koreyanı 38-ci paralel boyunca bölmək sadəcə müvəqqəti plan idi ki, Sovetlər bütün ölkəni götürməsin. Amma sonra ABŞ ilə Sovet arasında gərginlik artdı və bölünmə daimi oldu. Şimal kommunist, cənub isə kapitalist ölkəyə çevrildi. 1950-ci ildə Şimali Koreya yarımadanı zorla birləşdirmək üçün müharibə başlatdı. Cənubi Koreya kömək istədi. ABŞ rəhbərliyində BMT qüvvələri şimala qədər irəlilədi. Çin isə Şimali Koreyanı dəstəkləyərək müdaxilə etdi. Nəticədə xətt yenidən 38-ci paraleldə dayandı və atəşkəs bağlandı. Bu bölünmə bugünədək davam etməkdədir.